Deməli, uşaqlar, bax, keçirik sizlə Pythonda şərt operatoru. Şərt operatoru nə zaman istifadə olunur? Biz elə bir budaqlanan alqoritm strukturunu keçmişik də. Əgər alqoritm icra olunarsa, hər hansısa bir şərt ortalığa qoyulursa, bu şərt ya ödənir, ya ödənmir. Ödənsə bir əməliyyat, ödənməsə başqa cür bir əməliyyat icra edirik. Yəni, məsələn, tutaq ki, bir A ədədi daxil etmişik və bu A ədədi 5-dən böyükdürsə, hə qolunda, məsələn, A-nın üstünə 2 gəlib ekrana çıxardırıq. Yox qolunda isə A-nı 2-yə vurub ekrana çıxardırıq, məsələn. Bu tip bir blok sxemi proqramlaşdırmada yazmaq üçün şərt operatorlarından istifadə olunur. Şərt operatorlarda ingiliscəsində istifadə olunan if-dir, elif-dir və else-dir. Bu struktur, yəni tam budaqlanma strukturu, bu if-else blokudur. Yəni, hə qolunda əgər, yəni mən normalda bunu sözlə ifadə eləsəm necə yazsam? Əgər A 5-dən böyükdürsə, onda üstünə 2 gəl. Əks halda 2-yə vur. Bax, bu sözlə ifadə etdiyimi indi proqramlaşdırma dilinin köməyi ilə yazıram. Deməli, A-nı daxil etməliyəm. Yazıram A int input ədəd kimi daxil edirəm. Sonra yoxlayıram. Əgərdən sonra şərt qoyulur, müqayisə qoyulur. 5-dən böyükdürsə, onda print edirəm, məsələn, A üstəgəl 2-ni. Else print A vurulsun 2. Struktur bax bu cür qurulur. Biz şərt bloku quranda, şərtli bir proqram yazanda if-dən, elif-dən və else-dən istifadə edirik. If yazılır, sonra şərt qeyd olunur. Şərt dediyimiz müqayisə operatorları olur adətən. Müqayisə operatorları və yaxud da hərfin böyük kiçik olduğunu yoxlayırıq və ya götürdüyümüz simvolun hərfiyə və ya rəqəm olduğunu yoxlayırıq. Bunun üçün də müəyyən metodlar var. O metodlarda yavaş-yavaş test üstlərində izah eləyəcəm. Deməli, şərt qoyuruq. Şərtdən sonra qoşa nöqtə qoyulur. Operator icra olunur. Şərt doğru olarsa icra olunacaq operator şərt operatorundan bir tab boşluq məsafə sağda yazılır. Altda bir tab boşluq məsafə sağda yazılır. Else-dən sonra isə else özündə yerdə qalan bütün halları saxladığı üçün else-də şərt qoyulmur. Operator 2 qeyd olunur. İndi baxaq misallar üstündə. Yəni yerdə qalan bütün halları özündə saxladığı üçün. Məsələn, A 5-dən böyükdür. Hə, deyilsə nədir? Ya kiçikdir, ya da bərabərdir. Else-də kiçik bərabərə düşür. Məsələn, bax, yazaq int input if A böyükdürsə 5-dən, məsələn, print A üstəgəl 2. Else print A vurulsun 2. Uşaqlar, proqramlaşdırmada buna tam şərt bloku deyilir elə. Səbəb də nədir? Çünki bundan, yəni if ödənməsə mütləq else ödənəcək. If-dəki şərt yoxlayırıq. Əgər şərt doğrudursa, onun nəticəsi icra olunur. Deyilsə, əks haldakı mütləq icra olunur. Yəni, 2 əməliyyatdan biri mütləq icra olunmalıdır. İndi, mən A-ya tutaq ki, 6 versəm, nəticə nə olar uşaqlar? Baxaq. Niyə çıxmadı ekrana? Hə, 6-nı daxil edməm. Elə biləm 6-nı özüm vermişəm burada. Hə, 6-nı daxil edək. 6, 8-i gördük, düzdür. İndi, yaxşı, 5 versək nəticə nə olar uşaqlar? 5 5-dən böyükdürmü? Yox.
5 verirəm. 5 verirəm, nəticə 10 olacaq. Bir də 5-dən kiçik də bir ədəd versəm, məsələn 4 versəm yenə, yəni 5 5-dən kiçiklərdə else işlədir. 5-dən böyüklərdə 6 və altdan yuxarı ədədlərdə if-in şərti ödənir. Yerdə qalan ədədlər əks halda olur və onların 2 misli ekrana çıxır. Aydın uşaqlar, başa düşdüyümü? Hə? İndi bu biz deyirik ki, istifadə edirik müqayisə operatorlarından. Müqayisə operatorları hansılardır? Yəni normalda riyaziyyatda istifadə etdiyimiz kiçikdir, böyükdür, kiçik bərabərdir, burada belə yazırıq, böyük bərabərdir və bərabərdirmi. Bir də nida bərabərdir, fərqlidirmi ifadəsidir. İnşallah instituta qəbul olun. Siz bul cəbrinin elementlərini keçəcəksiniz. Bul tipi, bul məntiqi, yalan doğru məntiq. Müqayisənin nəticəsi ya yalandır, ya doğrudur. Məsələn, A-ya verirəm, tutaq ki, A-ya verirəm, məsələn, 6, yazıram A 6-ya bərabərdir. Bir dənə bərabərdir, mənimsətmədir. Deyir, A-nın qiyməti 6 olsun. 2 bərabərdir, sual verir. A 6-ya bərabərdirmi? Sualdır. Və bu sualın nəticəsi məntiqi mühakimə olduğu üçün ya doğrudur, ya yalandır. A6 olduğu üçün həqiqətən də doğru olacaq. Məsələn, yazıram A bərabərdirmi? 7 artıq false nəticəsini aldıq. Bax, bu true və false qiymətlərinə deyəcəyik bul cəbrinin elementləri, boolean tiplər daha doğrusu. Sizdə bul cəbri getmir, boolean tip. Məsələn, true və false-u mən dəyər olaraq da təyin edə bilərəm. Məsələn, A bərabərdir trueya. A-nı çağırıram, qiymətini true verir. Hətta bunun tipinə də baxa bilərəm. Bool sinifinə, boolean tip gedir bunlar. Bool sinifinə məxsus olduğunu göstərir. Məsələn, A-ya neçə vermişdik? Gəlin verək 9. Yazıram A-nı A böyüdümü 10-dan? Məsələn, false. A kiçik bərabərdirmi 9-dan? True. Yəqin ki, müqayisə bir problem olmayacaq. Bunları test üzərində daha yaxşı başa düşəcəksiniz. If-in şərti uşaqlar, if-də qoyduğumuz bax bu müqayisələrin true qiymət alması lazımdır ki, yəni bax yazırıq if A böyüdümü, məsələn 0-dan. Bax bu A böyüdür 0-a true qiymət gəlməlidir ki, true. Onun nəticəsi icra olunsun. Yəni, mən bu qiyməti verməsəm ona, dəyəri verməsəm ona, daha doğrusu true nəticəsini almasam oradan, if-ə aid olan əməliyyatı icra edə bilmərəm. False olanda elə bir else-dəki icra olunur. İndi başqa tip misala baxaq. A-ya 4 verirəm. Sonra yazıram if A böyüdümü 3-dən print 1 if A böyük bərabərdirmi 4-dən print 2 if A böyüdümü 5-dən print 3 else print 4. Uşaqlar, eyni sırada yazılan iflər bir-birindən asılı deyil. Yəni, hər bir ifi ardıcıl olaraq yoxlamalıyıq. Məsələn, ilk öncə bunu yoxlayıram. Bunun nəticəsi doğrudurmu? 4-dür. 4 3-dən böyüdürmü? Hə, ödəndi. 1-i çap edirəm. Sonra gəlirəm bu şərti yoxlayıram. 4 4-dən böyük bərabərdirmi? Hə, bu da ödəndi. 2-ni də çap edirəm. Sonra gəlirəm bunu yoxlayıram. 4 5-dən böyükdürmü? Yox, onda əks haldakı avtomatik icra olunur. 4 çap olunur. Bax, buna deyirik biz bu eyni sırada yazılan iflər bir-birindən asılı deyil, amma else özü ilə eyni sırada yazılan ən sonuncu ifdən asılıdır. Məsələn, burada 100 dənə də if olsaydı, ən sonuncu if ödənməsə,
else icra olunur. Bu ödənməsə, məsələn, bu ödənməsə problem deyil. Bu ödənməsə, yəni heç nə icra olmayacaq. Amma bu ödənməsə mütləq else-dəki dəyər çap olunacaq. Yəni deyirəm, qayda olaraq yadda saxlayın. Bir sırada yazılan iflər bir-birindən asılı deyil. Hər bir ifin şərti yoxlanılır və ona aid olan əməliyyat icra olunur. Əgər şərt doğrudursa, else isə özü ilə eyni sırada yazılan ən sonuncu ifdən asılı olur. Ən sonuncu if ödənməsə birbaşa else icra olunur. İndi bunun nəticəsi nə oldu? 1, 2, 4 ekrana çıxmalıdır. Görək. 1, 2, 4 ekrana çıxdı. Aydın uşaqlar. Başa düşdüyümü? İndi dəyişəni dəyişək. Məsələn, 5 qoyaq. 5 qoysaq nəticə necə olar? Aha. 1, 2, 4 yenə çıxır, düzdür. Hamısı ödənir. 1, 2, 4. Bəs 6 qoysaq da olar nəticə? Baxaq. 6 qoyanda hansılar ödəndi? 6 3-dən böyüdür. Bu ödəndi. 6 4-dən böyüdür. Bu ödəndi. 6 5-dən böyüdür. Artıq if ödəndiyi üçün else-sinə baxmırıq. If ödənməsəydi, amma else-ni avtomatik icra edəcəkdik. Bəs 3 qoysaq uşaqlar nə çap olunar? Bəli, tək 4 çap olunacaq. Bir dənə 4. İndi bu biraz sadədir. Bir tıqqan çətinləşdirirəm. Buyurun. Bir dənə nəticə çıxır. Bir dənə print var uşaqlar. Bir dənə print olanda bir dənə də nəticə çıxmalıdır. Baxaq. Görək nə alınır. 30 düzdür. Deməli, izah edeyim bunu. Bax, biz A-ya dəyişən demişik də. Dəyişən nədir? Proqramın icrasında dəyəri dəyişir. Dəyişən. A bərabərdir 4-dür. 4 3-dən böyüdürmü? Hə, şərt ödəndi. Şərt ödəndisə A2 vahid. Bax, eyni sıralı iflərdir. Bir-birindən asılı deyil. Sonuncu else ilə if bir blokdur. Yəni, buradan bir dənə əməliyyat icra eləməliyəm. Ona qədər hamısını yoxlayıram. 4 böyüdüm 3-dən. Hə, A oldu 6. 6 böyük bərabərdir 6-dan. Hə, A oldu 12. 12 böyüdümü 10-dan. Hə, A oldu 10. Onu 2-yə böləndə alınan qalıq 1-dirmi? Yəni, bu təkdirmi? Sualım verir, təkdirmi? Yox, olmadığı üçün avtomatik else icra olunur. A olur, bəli, 30. Başa düşməyən var bunu? Hı? Yoxdur. Tamam. Uşaqlar, elə ola bilər ki, biz elif açar sözündən istifadə edək. Elif nədir? Elif əks halda əgər deməkdir. Məsələn, mən A-ya 5 verirəm. Hə, deyirəm ki, if A böyüdürsə 5-dən. Məsələn, print 1. Else print 2. İndi baxın, burada mən məsələn 5-dən böyüklərdə biri çap elədi. 5 və 5-dən kiçiklərdə avtomatik 2-ni çap eləyəcək də. Mən o 5 halını da ayırmaq istəyirəm. Yəni 5 olanda bir başqa dəyər çıxsın. Məsələn 5 olsa 3 çıxsın və yaxud da 2 çıxsın. Bunun üçün nə edəcəm?
Əgər bu şərt ödənmədisə, mən başqa bir şərtə baxmalıyamsa, əks halda əgər sözündən istifadə edirəm də. Yəni bu ödənmədir, əks halda əgər başqa şey ödənsəydi. Onun üçün elif açar sözündən istifadə edirəm. Elif açar sözü else if deməkdir. Əks halda əgər. Və if özünüz fikirləşin, əks halda əgər deyirəmsə mən bir şərt qoymalıyam da. Yəni bu da if kimi işləyir. Mütləq bunda da bir şərt yazmalıyam. Məsələn yazacağam A bərabərdirsə 5-ə print 3. İndi burada if, elif, else bloku varsa, yadda saxlayın, həmişə bir dənə nəticə çıxa bilər ekrana. Yəni if ödəndi, onun altındakı elif, elseyə baxılmır. If ödənmədir, düşüb elifi yoxlayıram. Elif ödəndisə, elif icra olunur, elseyə baxılmır. Əgər heç bir şərt ödənməsə, onda avtomatik else icra olunur. Məsələn, bax 5 üçün yoxlayaq. 5 üçün nə çap olunacaq burada? Bir dənə 3. Çünki burada ödəndi. Bir dənə 3. Məsələn, 5 5-dən böyüdümü? Yox. Düşdü, bunu yoxladı. 5 5-ə bərabərdirmi? Hə? 3-ü çap elədi, daha əks halına baxmadı. Məsələn, buna verək, tutaq ki 6. 6 versək nə çap olunacaq? Bir dənə 1. If ödənəndən sonra elif elseyə baxmayacaq. İndi verək məsələn 4. Run eləyək. Bəli, ancaq 2 nəticəsi çap olunacaq. Nə? Məsələn, sözdə sualı açım. Baxım nə edirsən. İç-içə ifdir. İç-içə yazılıb. Birincisində o birisi. Hə, ondan danışacağım. Onu izah edəcəm, onu başa düşərsən. Nə deyirdim? Hə, misal yazacaqdım. Deməli, biz indi bura 3 daxil etsək, nəticə nə olar? Başqa? Burada bax, hamısı bütün şərtləri ödəyir. İndicə dedim, yaddan çıxdı. Qulaq as. If ödəndisə, əgər onun altındakı elifdirsə, baxılmır. Yəni birincidən nəticə ödəndisə də ondan aşağıda olan elif, else bunlara baxmaq lazım deyil. Yəni məsələn, işlədirəm. 3-ü daxil elədim. 1-i aldım. Buradan onsuz da mən elə şərt qoymuşam ki, birincidə yəni mümkün deyil. Bax bu şərt 3 qoydum ha. Yəni 2-dən böyük istənilən ədəddə onsuz da bu şərt ödənəcək. Digərlərində heç biri ödənmir. Məsələn 2 qoysam nə olar? 2 qoysam. Nəticə nə olar? Baxaq. 2 verirəm. Bəli, 5. Çünki 2 bu şərti də ödəmədi. Düşdü bunu yoxlayır. Bu ödənmədi, düşür bunu yoxlayır. 2-dən böyük istəniləndə amma məsələn 3, 4 fərqi yoxdur. Neçə qoy birinci şərt ödənir, yerdə qalanlarına ona görə baxılmır. 2-dən böyük istənilən ədəddə.
İndi burada məsələn 2 qoyduq. 2 2-dən böyükdürmü? Yox. 2 3-ə bərabərdirmi? Yox. 2 təkdirmi? Yox. 2 3-ə bölünürmü? Yox. Heç bir şərt ödənmədiyi üçün avtomatik else-dəki əməliyyat icra olundu. Deməli, əgər if elif else-dirsə, if ödəndisə, onun altındakı heç bir elif else-yə baxılmır. Əgər if ödənməsə, düşüb bir-bir elifləri yoxlayacaq. Məsələn, burada qoyaq 4. Burada yazaq 3. Nəticə nə olar? Bəli. 3 4-dən böyükdürmü? Yox. Əks halda 3 3-ə bərabərdirmi? Hə, bir dənə 2 nəticəsi çıxacaq. Bu çıxdısa da bundan sonra heç nəyə baxmırıq. Yəni yadda saxlayın ki, if, elif, else-də bir dənə nəticə var. If, elif, elif. If-də çox ola bilər nəticə. Eyni sırada yazılan iflər çünki bir-birindən asılı deyil. Amma else-ni gördünüz. Özü ilə eyni sırada yazılan ən sonuncu ifə baxın. Bu budur da, hə? Ən sonuncu if budur. Bu artıq bir blokdur və bunun nəticəsi 1-dir. Həmişə yadda saxlayın. Else-dən ən sonuncu ifə həmişə bir nəticə olur. Bu oldu sıralı iflər və eliflər. Bəs iç-içə if nədir? İç-içə if nə üçün istifadə olunur? Məsələn, yazıram A 2-yə bölünəndə alınan qalıq 0-dırmı? Və bir dənə yazıram if A 3-ə bölünəndə alınan qalıq 0-dırmı? Print məsələn 1. Sonra yazıram else print məsələn 2. İndi uşaqlar, iç-içə iflər, iç-içə qapılar kimi fikirləşin. Birinci ifdən keçməsək, ikinci ifə baxa bilmərik. Yəni birinci if gərək ödənə ki, biz ikinci ifin şərtini yoxlayaq. Çünki biz deyirik bundan nəticə true qayıdarsa bizə, biz bunu yoxlaya bilərik. İndi bax bunu mən run edirəm, işlədirəm. Və 3 yazmışam orada, amma 3 verməyəcəm. Bir də ekranda olub bunu çıxaq. Məsələn 6 nəticəsi versəm, 6 daha doğrusu versəm girişə, nəticə nə olar? Baxaq. Deməli 6-nı verirəm, 1-i alıram, düzdür. Çünki 6 2-yə bölünür, şərt ödəndi. Ona görə də bu else-də üstünə xətt çəkirəm, buna baxmıram. Düşürəm 6 3-ə bölünürmü? Hə, 1 çap olundu. Məsələn, indi verək, tutaq ki 4. 4-də nəticə nə olar uşaqlar? Olmaz. Nəticə olmaz. Niyə? Çünki bax, bu ödənən kimi onsuz da bu silindi, bu getdi, buna baxmayacam. Amma 4 üçün bu şərt ödənmir axı. Da bu heç nə çıxartmayacaq ekrana. Yəni 4-ü daxil edirəm. Görsünüz heç nə çıxartmadı. Məsələn 9-u daxil edək. 9-da nəticə nə olar? Bəli, 9-da artıq bu şərt ödənmir deyə 2-yə düşür. Yəni əgər mən uşaqlar 2-yə bölünən amma 3-ə bölünməyən ədəddə nəticəni görmək istəyirəmsə, bu ifin içərisində bir dənə də bu else yaza bilərəm. Yəni bu ifin else-sini yazmamışdım da. Bunu da else-sini yazsam, print tutaq ki 4. İndi burada məsələn 16 daxil eləsəm, 16-nı daxil edirəm. 16 2-yə bölünür deyə, elə bir ki, bu qapı açılır mənim üzümə. Da buna baxmıram. Bu else-ni görməzdən gələcəm. Düşdüm bura. 4 3-ə bölünür, 16-ya daha doğrusu 16 3-ə bölünürmü? Yox. Bura ödənmədi, avtomatik bunun else-si icra olunur. Yəni bu if-lə else yenə bir blokdur. Axı dedik else özü ilə eyni sırada yazılan ifdən asılıdır. Yəni bu if ödənməsə buna aid olan əməliyyat icra olunacaq. İndi 16-nı verirəm, enter vururam, nəticə 4 olur. Aydındır? İndi uşaqlar, iç-içə ifləri biraz yığcam yazılmaq üçün biz and or açar sözlərindən də istifadə edə bilərik. Yəni bizim məqsədimiz nə idi? Həm 2-yə, həm də 3-ə bölünən ədəddə tutaq ki, 1-i çıxartmaq. 2 məntiqi ifadəni or və ya and açar sözləri ilə birləşdirmək olar. And biz and-ə və ya konjuksiya deyirik də məntiqi vurma əməli kimi düşünün.
A-nı 3-ə bölünəndə alınan qalıq 0-dırsa, print məsələn 1, else print 2. İndi bunun mənası nədir? Bax, belə deyim, və ilə birləşmənin hər iki tərəfi doğru olarsa, nəticəsi doğru olur. Yadınızdadır, bir dənə misal çəkirdim alqoritmdə bir sualda. Məsələn, deyirik ki, stolun üstündə qırmızı və yaşıl rəng var. Yəni həqiqətən stolun üstündə qırmızı və yaşıl kağız olsa, qırmızı və yaşıl kağız olsa, mən desəm ki, stolun üstündə qırmızı və yaşıl kağız var, düz demiş oluram. Amma desəm ki, qırmızı və sarı kağız var, səhv demiş oluram da. Çünki və ilə birləşmənin hər iki tərəfi doğru olmalıdır. Amma desəydim ki, qırmızı və ya sarı kağız var, düz demiş olacaqdım. Çünki və ya-da bir dənə doğru kifayətdir bizə. Amma və-də hər iki tərəf doğru olmalıdır ki, nəticə doğru olsun. Məsələn, burada uşaqlar, mən 8 daxil eləsəm, nəticə nə olar? 2. Axı mən dedim Zəhra, və ilə birləşibsə hər iki tərəf. Hər ikisi və ilə birləşibsə hər ikisi ödənməlidir. 8 2-yə bölünür? Hə. 8 3-ə bölünür? Yox. Necə fikirləşin uşaqlar? Bax, belə deyim də, biz bu elə bil hesablamada doğruya 1 deyirik, yalana 0 deyirik. Və əndi də məntiqi vurma kimi götürürük. Deməli, deyək ki, doğru olsun 1, yalan olsun 0. 8 2-yə bölünürmü? Hə, doğru. Doğrudursa, deyək ki, 1-dir bu. 8 3-ə bölünürmü? Yox, yalan. Bu da oldu 0. Bu da vurmadır. Biri 0-a vuranda nəticə nə olur? 0. Deməli, bunun nəticəsi nədir? Yalandır. Və ilə birləşmənin hər iki tərəfi doğru olmalıdır ki, nəticəsi doğru olsun. Yaxşı, bu hansı ən kiçik ədəddə? Mən buradan 1 qiymətini alaram. Hansı ən kiçik ədəddə? A, 6-da, bəli. 6 həm 2, həm 3-ə bölünür. Hər ikisi üçün şərt ödənir və 1 çap olunacaq. Yerdə qalan bütün hallarda, yəni belə deyim də, 6-ya bölünən ədədlərdə bu 1-i verəcək. Yerdə qalan istənilən ədəddə 2 nəticəsini görəcəyik. Məsələn, daxil eləyək. Tutaq ki, 18. 18-də nə olacaq? 1, 1 axı həm 2-yə bölünür, həm 3-ə bölünür. Hər iki şərt ödənir. Yadda saxlayın. Ənlə birləşmənin hər iki tərəfi doğru olmalıdır ki, nəticə doğru olsun. İndi orla birləşməyə baxaq. Uşaqlar, orla birləşibsə, biri doğru olsa kifayətdir. Məsələn, 8-də indi bu bizə hansı nəticəni verəcək? 8 daxil eləsəm. 1. 1, bəli. Çünki orla birləşib, bir dənə doğru kifayətdir. Run edirəm. Bəs nə zaman mən oradan 2 nəticəsini alaram? Sizcə? 8 neçə? Olsa. Yaxşı, cavabda dəyişək 5 vur 7 eləyək. 35. 35 nə 2-yə bölünür, nə 3-ə bölünür? Bəli. 2 nəticəsini aldıq. Aydındır uşaqlar? Başa düşdünüz? Keçən il bir dənə model sual atmışdılar. İndi ona uyğun bir dənə misal yazacağam. Görün burada. Deyək ki, biraz diqqətli olun. İkiyə bölündü olsun elə. Sıfırdasa. Deməli, proqram icra olunur.
olunur. Necə olunur? A A üçün birdən 95-ə kimi tam ədədlər daxil edilir. Neçə dəfə neçə dəfə no çap olunur. Buyurun. Yaxşı fikirləşin. Tələsmə. Burada 1-dən 95-ə kimi ədəd alır. On bir dənə nə? Aha. Üstəgəl 1. Baxaq. Deməli. Baxın uşaqlar. Deyir ki, A-ya 1-dən 95-ə kimi tam ədədlər daxil edilir. Neçə dəfə yes, neçə dəfə no çap olunar. Deməli, biz A-ya 1-dən 95-ə kimi qiymət veririk. Bura neçəsində ödənəcək? 25-dən böyük cüt ədədlərdə bura ödənir. 25-dən böyük cüt ədədlər hansılardır? 26. Sonra mən birinci buranın neçə dəfə işlədiyini tapıram. 26, 30 və s. ən son nədir? 94. Hə? Cüt ədədlərdədir. 25-dən böyük cüt ədədlərdə bu şərt ödənəcək. Bura aydındır uşaqlar. 25-dən böyük cüt ədədlərdə bura ödənəcək. Aydındır burası. Yəni 26-dan kimi cüt ədədlər. Yerdə qalan ədədlərdə bura ödənəcək uşaqlar. Yerdə hansı ədədlər qalır? Yəni 1-dən 95-ə kimi nə qədər ədəd var? 95 dənə ədəd var da. Görək neçəsində şərt ödənir. 94 çıxılsın 26 bölünsün 2 üstəgəl 1. Buradakı ədəd sayını tapaq. Bu da neçə eləyir? 94 çıxılsın 26 bölünsün 2 üstəgəl 1. 35. Deməli 35 dəfə bura işləyir. O 95-dən 35-ini çıxıram, yerdə 60 dənə ədəd qalır. Deməli 60-ında işləmir. 60-ında bura işləyəcək. Aydındır burası? Hə? Hamı aydındır. Bax, yenə deyirəm. 25-dən böyük cütləri ayırdım, götürdüm. 26, 20, 28 qaldı. 28, 30, nəysə 32. Ən son böyük 94-dür də. 94-dən çıxdım 26-sını. 2-yə bölüb üstünə 1 gəldim. 35 dənə ödənən hal var. 35 dəfə bura ödənir. Ümumi 95 idi də. Demək 35-dən o 90-a 95-dən o ödənən 35 halı çıxdım. Yerdə qalanda ödənmir 60 dəfə. Demək 60 dənə nə olacaq? İndi qaldı bu 35-in içərisində bu 26, 30, 32 bunlardan neçəsində 3-ə bölünür? Yəni cütlərin içərisindən 3-ə bölünənləri seçirəm. Ən birinci 30-dur, ən sonuncu 90-dır. Hə, 90. 90-dan çıxıram 30-u.
Bölürəm 6 artırmışam da 6-ya. Üstünə də 1 gəlirəm. Neçə eləyir bu? 11. Deməli 11 dəfədə yes sözü çap olunacaq. Yerdə neçəsi qalır uşaqlar? 60, 11, 95 idi də. 71-in çıxdım 24. 24-ündə deməli heç nə çap olunmur. Məsələn 26-da. Bax 26-nı daxil eləyirəm. 26 2-yə bölünür. 25-dən də böyükdür. Bu şərt ödənir. 3-ə bölünür? Yox. Ona görə çap olunmur. 26 ödənən kimi avtomatik bu LSS silinir də, onsuz da baxılmır. Başa düşdük uşaqlar? Bax tam aydın oldu. Model sualdır bu. İlkin modelə baxmamışam. Heç belə şeydən nəsə qəribə sual salıblar. Atmışdım qrupa. Baxmısınız, baxmamısınız bilmirəm. Bu amma keçən modelə salmışlar. Keçən il bunu MİQə də salmışdılar, səhv etmirəmsə. MİQə yox, sertifikasiyada var idi belə. Sual bir dənə baxın uşaqlar. İndi daha çox for dövrü var. Bir dənəsi var, o da hələ sizə tezdir. Çox işlədikcə formalaşacaq. Yoxdur belənçi nəsə. Bu ilki daha asandır keçən ilki. Keçən ilki model çox çətin idi. Bu ilki model test asandır. İndi o modeli açıram. Oradakı suala baxaq. Hə, neçə dəfə çap gedəcək? Ümumiyyətlə neçə dəfə çap olunacaq? Siz ayrı-ayrı tapın. Neçə dəfə no, neçə dəfə yes, neçə dəfə heç nə. Nə oldu, yaza bilmədik? Tamam. Yaxşı.
Yəni 30 69 parçasında 6-ya bölünənlər. 66 minus 30. Hə, elə tapmısınız? 19. Hə, düzdür bu. Digər əsas məsələ yesi tapmaqdır. Əslində bu birinci şərtdən çıxır. Amma birinci şərtin neçə dəfə ödəndiyini tapın da birinci. Bura neçə dəfə ödənir? 10 100 parçasındadır. Deməli, bura ödənir 30 69 parçasını ancaq cütləri seçirəm. Ən sonuncu cüt neçədir? 68. 68 çıx 30 bölünsün 2 üstəgəl 1. Cəmi neçə eləyir? Hə, 20. Olsun 20. Bu oldu 20. Deməli 20 dəfə bura işləyir, hə? Onu neçə dəfə bura işləyəcək? Bax, ümumi neçədən ədəd var? 100 çıxılsın 10 üstəgəl 1. 91, bəli. 91-dən 20-sində bura işlədi. Deməli 71-də işləməyəcək. Başa düşdün? Hə? O 71-dən də, daha doğrusu o 20-dən də yenə seçirəm. 3-ə bölünənləri. 20 indi 20 tapdığım o 20 ədəd var ha. 30, 32, 34, 36 ta ki 68-ə kimi. Onların içərisindən də 3-ə bölünənləri seçirəm. 30, 36 belə gedəcəm. Ən son 66-da dayanacam da. 66 çıx 30 böl 6 üstə gəl 1, 7 dənəsi də burada işləyir. Deməli cəmi 78 dəfə bəli çap olur. 91-dən o 78-in çıxsam 13 dənə çap olunmayan dəyər var. Məsələn 68-də çap olunmur. 32-də çap olunmur, 34-də çap olunmur. Aydındır? Hə? Tam düşdü uşaqlar. Buna uyğun birində özüm yazım. Hər ehtimal. Deməli. Bunu 120 qoyuram, biraz böyük yazacağım. Deməli 1-dən 130, 140-a kimi daxil edildi. Neçə dəfə? Hə, neçə dəfə? No, neçə dəfə? Heç nə çap olunacaq tapın. Buyurun. Hə. Bəlkə mənim deyib, yox. Hə. Yazın uşaqlar.
Hı, başqa? Sən neçə tapmısan ay İsmail? 84 dənə 100 ola bilməz axı. Cəmi neçə ədəd var? Birdən 140-a kimi 140 dənə cəmi ədəd var. Onların cəmi 170-dən çoxdur ay İsmail. Olmaz axı elədirsə. Burada uzağı var. 2-yə 7-yə bölünən, 14-ə bölünən ədəd axtarırsınız. 25-120 arasında neçə dənə ədəd bu şərti ödəyəcək? Niyə eləncə tapdın? Yaxşı, ən sonuncu 7, ən birinci 7-yə bölünən, o cavabın düz gələcəyi 112. Hə, bəs axı heç orada 119 alınır. Burada 119 almır. Ay, cütləri axtarır, ancaq cütləri. Cavabın düz gələ bilər, amma təsadüfi ola bilər. Ancaq cütlər 25 yox da uşaqlar, 28-də axı bölünən. İlk bölünən 28-dir də. 2-yə bölünənlərə bax 25-i də almır axı. Bu 25-i almır ha. Cütdür, cüt. Nə olsun ki 25-i burada daxil götürmüşəm. Olsun da 25-dən 120-yə kimi, amma burada yazmışam cüt olsun. 26-dan başlayırıq onsuz da bura. 26, 28, 20, 30 belə gedir. Aydın olmadı? Hı? Ən son 7, 14-ə bölünən ən son 108-dir. 108 görün bölünür şeyə. 108 bölünsün 14. Bölünmür ha. 112 bölünsün 14 bölünür. 112'den sonra 112 bölünür. Deməli, baxın uşaqlar, kodu oxuya bilin. Nə istəyir sizdən? Deyir ki, 25-120 aralığında cüt ədədlər. Birinci buna baxıram. 25-dən böyük bərabər də ola bilər. 120-dən kiçik olsun, amma cüt olsun. 25 nə olsun ki, mən burada 25 daxil yazmışam. Axı 25 cüt deyir, götürməyəcək. Gərək əndlə birləşib deyə hər üç şərt ödənməlidir. Biri ödənməzsə nəticə false olur. İndi burada götürək məsələn hansılar aiddir bura? 26-dan 118 daxil olmaqla. Çünki 120-ni almır. 119 da almır, çünki cüt olmalıdır. Ümumi neçə dənə olacaq? Ümumi 1-dən 140-a kimidir. 140 dənə ədəd qiymət alacaq. 118 çıxılsın 26 bölünsün 2 üstəgəl 1 sayda cüt ədəd var. 118 çıxılsın 26 bölünsün 2 üstəgəlinsin 1. 47. Deməli 47 dəfə bura ödənir. 47 dəfə. Burası aydındır. Hə? Hə. İndi o 47 qiymətdən və bu 26-dan 118-ə qədər olanların içərisinə biz 14-ə 7-yə bölünənləri seçirik də. Həm 2-yə, həm 7-yə bölünürsə 14-ə bölünür. Bunun birincisi 28, sonuncusu 112-dir də, elə tapdıq. 112 çıxılsın 28, bölünsün 14, üstə gəlinsin 1. 7 dəfə deməli bura ödənib. 7 dəfə yesdir. 47-sindən 7-sində ödənibsə, deməli 40-ında heç nə çap olunmayıb da. Ancaq 7-sində. Sonra 140-dan da o 47-ni çıxıram, qalır neçə? 93. 93 dəfədə deməli nə olub? Aydındır? Başa düşməyən varsa deyim. Hı? Başa düşməyən var? Yaxşı, görəcəyik. Dərsdə, testdə görəcəm. Birini də verirəm son olaraq.
Tamam, elə bilirəm ürəyim istəyən kimi deyil nəticə. Cavab verməyənlər çoxdur. Buyurun. Bu 2-yə və 5-ə bölünən sizə də rahat olsun. Ümumi ədəd sayı 1-dən 140-a. 1-dən 140-a qədər ədəd verirəm A-ya. 91 no. Baxaq. Deməli, baxaq. Baxın uşaqlar, birinci bu şərtə baxaq. Ən birinci baxdığımız bu olsun. Bu şərti neçə ədəd ödəyir? Hansından başlayacağım? Hardan hara gedəcəm? Ay, sağ ol. Ən birinci 102, ən sonunda 108-dir. 108 çıxılsın 12, bölünsün 2 üstə gəl 1. Neçə eləyir bu? 49. Deməli 49 dəfə bura ödənir. 49 dəfə bura ödəndisə, yerdə qalanlarında ödənməyəcəkdir. Yerdə qalanlarında 0 çap olunacaq. 1-dən 140-a kimi ümumi idi. 140 dənə ədəd var idi. 49-un çıxdım, 91 aldım. Deməli 91 dəfə 0-dur. 91 0. Aydındır? Hə? Sonra onların içərisində də bax bu 12-dən 108-ə qədər olan ədədlərin içərisində 5-ə bölünənləri soruşur. Bu da hansılardır? Ancaq cütlərdir burada. 12-dən 18-ə ancaq cüt ədədlərdir. 2 addımla gedir. Həm cütdürsə, həm də 5-ə bölünürsə, deməli ədədin sonu 0-dır da. İlk 20-dir, sonda 100-dür. 100-dən çıxıram 20-ni, bölürəm 2-yə 5-ə bölünən ədəd 10-a bölünür 10-a, üstünə 1 gəlirəm. Neçə eləyir? 9. Deməli 9 dəfə də yes çap olunacaq. O ümumi 49-dan o 9-u da çıxıram, 40-ında da heç nə çıxmayacaq. Başa düşdük? Tam aydındırsa, keçək başqa misal. Biraz sətirlərlə iş. S bərabər S plus 1.
Inputla söz daxil edirik uşaqlar. Mən əgər bura informatika sözünü daxil etsəm, nəticə nə olar? Buyurun, fikirləşmək sərbəstdir. Düşünün. Yenə bir variant atırlar. Görək hansı tutur. Hə? İnformatika. Nəticə 6 oldu. Hə, deyəsən İsmail dedi 6-nı. Hə, Yusif, sən dedin. İsmail, izah edə bilərsən bizə? Yoxsa buyur İsmail. Aha, S oldu 1. Düzdür. Sonra A-da S-lərin sayını axtarır. A-da S var. Aa, S oldu 2. Aha, sonra. Ay, sağ ol. Bax, bu əsas şərt budur. Bunu biləsiniz ki, deyir ki, informatika sözündə K yoxdursa, bu da var. Deməli, bu şərt ödənmədi. Düşdüm aşağı. Aha. Burada bəs nə deyir? 6 da bu ödəndiyi üçün ensəyə də baxmadım. S oldu 6. Başa düşdük uşaqlar? Bunu Q hərfi yoxdur. Yoxdur. İndi bildim ki, var hə. Görsən. Deməli, dəyişim sözü, burada simvolları birində eləyək bundan. Aha. Bunlar qalsın. Developer sözü üçün nəticə nə olar? Baxaq görək. Developer 7 alındı. Xəzər izah edə bizə. Buyur Xəzər.
Aha. Aha. Sonra aha. Niye count olmayanda ne verir? Hayır, gözün çıxmasın. Sıfır verir. Sıfır mənfi 1-ə bərabərdir? Yox. Ona görə böyle. Aha. Ona görə S bəli. Başa düşməyən var bunları. Kərim, Ayaz, Elnarə. İlkin səsi çıxdı. Sərxan. Find tapmayanda -1 verir. Count tapmayanda 0 verir. Find indeksi axtarır. Tapmadığı indeksi -1 qaytarır. Amma count sayın axtarda, əşyanı sayanda natural ədəddən istifadə edirsən də. Yəni olmayan şey nəyin sayırsan sıfırdır, heç nədir. Bir də uşaqlar nəyə baxırıq? Bir dənə də bir şey var, onu da deyim. Ayaz dərsdəsən? Kərim, səsi çıx. Başa düşürsən Ayaz? Tamam. Yox. Elə o da əsas məsələ. Nə yazasız? Ya da mən burada bir dənə yenə A-nı çıxışa verim. Bir dənə nəticə olsun. A üçün 12, B üçün 5 daxil etsəm nəticə nə olar? Diqqətlə fikirləş. Neçə? Yanaşı, ya biraz məntiqin düzdür. Bir tık da 12 ilə 5-i müqayisə eləməyi bacarsaydım, cavab düz çıxa bilərdi. Jeton gec düşür. Eybi yox. 12, 5. 12 3 dəfə təkrarlandı. Uşaqlar, izah edəcəm indi. Uşaqlar, tiplərə fikir verin. Daxil edilən tip hansı tipdir? Burada nə yazılıb? Input yazılıb. Input. Input hansı tip verir? Input hansı tip verir? Bəli, sətir tipi. Sətir 12 ilə sətir 5-i müqayisə eləsəm nə olur bəs? Hı? Sətir 12 niyə müqayisə olunur? Müqayisə olur. Sətirlərin müqayisəsində bunu 12 5-dən böyük yox. 12 5-dən böyük deyil. Sətir olaraq böyük deyil. Ədəd olaraq desək, hə. Birinci simvola baxıram. Yəni riyaziyyatda olduğu kimi rəqəm sayı çox olan ədəd böyükdür anlayışı burada ödənmir. Uşaqlar, birinci simvola baxırıq. 12 ilə, yəni 1 ilə 5-i müqayisə edirəm. Hansı böyükdür? 5. Deməli 5 12-dən böyük olur sətir tipində. Başa düşdük? Hə? Aydındır? Cahid, dəqiq Cahid. Yaxşı. Deməli bu şərt ödəndi? Yox. Ona görə nəyə baxıram? Buna baxıram. 12 kiçikdirmi 5-dən? Hə, ödəndi. A-nı 3-ə vururam. Yəni 12 sətrini 3-ə vururam. 12 3 dəfə təkrarlanır.
Hə, belə. Məsələn, daxil eləyək, tutaq ki, 25 ilə 37-ni. Nəticə nə olacaq? Bəli, bəli. Aydındır uşaqlar. 25. Hə, 25 düzdür, düzdür. 3 dənə 25 oldu. Mən də çaşdım. A 25-dir. 25-dir. Zahid çaşdırırdı hamımızı. Deməli, A 25-dir. 25. 25 dedik də buna. Buna da 37 dedik. 25 kiçikdirmi 37-dən, hə? 25 vurulsun 3. 3 dənə 25 təkrar olacaq. Bir dənə də son olaraq bir şey deyim ki, məsələn, bayaqki misalda var ha. Burada gəlib elə ola bilər ki, bunun içərisində verir ha. Int A məsələn, böyüdümü int B-dən. Int B-dən. Yəni içərisinə şərt verə bilər. Hə, düzgün götür. Bəs nəticəsi nə olar? Hə, bax orada səhv verirsən ki, dəyişmir də. Bu tipləri dəyişmədi axı. Bu prosedurdur, icra olundu. A-nın B-nin tipi dəyişmir. 125 olur burada. Başa düşdün nə demək istəyirəm? Dəyişmir axı, mənimsətmə yoxdur. Elə əvvəlki int tipinə çevirir, Cahid müqayisə eləyir. 12 ədədi 5-dən böyükdürmü? Hə, şərt ödənir. Amma bu A-nın B-nin qiyməti dəyişmir, bax sətr tipindədir elə. Ha burada gəlib yazsaydım, məsələn, A bərabərdir A bərabərdir int A və ya B bərabərdir int B. Hə, onda nəticə dəyişmiş olacaqdı. Belə olsa, təkrar içində yazmağa ehtiyac yoxdur, amma yenə də yazdıq. 12, 5, bu 17-ni verərdi. Amma digər halda, yəni bu yoxdursa, mənimsədilməyibsə, sadəcə prosedur kimi ədədə çevirir, müqayisə edir, amma sətr kimi toplayır. Başa düşdü? Hə? Tamam. Bir dənə misal yazacaqdım. Deməli, 13 yox, ay çaşdım. Bura 169 burada 13 verdik. Hətta bunu mən B yazırım. Buyurun. Nəticə nə olar deyin. Niyə yazmadım ki? Nə yazmışam onu yazdım. Nəyə uyğun yazmışam? Mənə nəticə lazımdır ki, görüm sən necə həll edəsən.
Hı hı. Baxaq. Çox qəribə. Özün düz dedin. Ey Xəzər dedim, Cahit sən özün düz dedin. Dediyin şeyi tətbiq eləyə bilmədin. Dedin ki, müəllimə səhv yazmış. Səhv yazmamışam. Nə yazmışamsa düz yazmışam. Sadəcə mən həmişə deyirəm ki, birinci dərəcədən qüvvətə yüksəldib bölürəm 2-yə. Bu neçə eləyir? 84.5. 84.5 13-ə bərabərdirmi? Yox. 169 kiçik bərabərdirmi 13 kvadratından? Hə, ödəndi. Bunu icra eləyirəm də. Hə? Bəs bu nədir? Görürsən sən Allah. Bəli. Hansı burada? İlk tipi. İlk tipidir də, elə 169-un özü. 169 kiçik bərabərdirmi 13-ün kvadratı? Hə. A bərabərdir 169 çıx 13, 156. Burada amma özü düz deyil ha. Dedi ki, müəllimə birinci dərəcədən qüvvətə yüksəlir, sonra 2-ni bölür. Da bunu deyib nəyi yazmısan sən? Bunu gətirib bunu icra eləmisən. 84.5 buna başa düşdüm, başa düşdüm. Deməli 84.5 bərabərdir 13-ə? Yox, ödənmədi. Ona görə düzdür, düzdür. Biraz diqqətli olun. Bir tiplərə fikir verin. Bir də belə əməl sırasına, əməl ardıcıllığına fikir verin. Onda nəticəniz düz olar. Bəli. Bəli, kökdən həmişə 13 nöqtə ümumiyyətlə kökdür, adi bölmədir. Bir də float tipi daxil olan bütün hesab əməlləridir. Bunlarda nəticə həmişə float olur. Məsələn, 2.0 üstəgəl 5. Nəticə 7.0-dır. Yəni həmişə float tipi bəli, həqiqi ədəd həmişə üstünlük daşıyır. Aydındır? Bəli, bərabərdir. Tam, yəni 13 ilə 13.0 eyni şeydir. Sadəcə kəsir hissəsi 0-dır da, bunun tam hissəsi 13-ə bərabərdir. Hesablamada eyni götürülür. Bir dənə də son olaraq bir şeyli yazıram. Put nöqtə split
Burada yazmamışam. A3. Ona oxşar. Çalışarsan burada yazarsan. İnşallah. Niye? Nühün, nühün. Bir. Deməli, uşaqlar, daxil eləyirəm klaviaturadan bir boşluqla 1, 2, 3. Buyurun. Yazın, düşünün, beyin işlədin. Salam, yaxşı olasınız. TH teqində yazılan mətn düzdür, avtomatik mərkəzə düzləndirilir və qalın rəngdə yazılır. Bir düzdür, 2 amma səhvdir. Arxa fon verilmir. 1, 3, 4 düzdür də burada. 1, 3, 4. TH teqi avtomatik mərkəzə, qalın, bir də sütun başlığı təyin etmək üçün istifadə olunur. Bəli. Yox, yox, yox. Bir sətr, bir sətri, sətir. Sətir tipi olur. Bax, qulaq as. Bir, 11, 2, 6 verdi. Yazarsan eyb yox. İzah eləyəcəm. Bir dənə buna baxın. Deməli, bax, məsələn, yazıram A bərabərdir. Boşluqla 1, boşluq 2, boşluq 3-ə. Sonra yazıram ki, A nöqtəsi qaytardığı nə olur? Siyahı. Siyahının hər bir elementi hansı tip olur? Deməli, string, bəli, düzdür. Mən belə yazıram. A, vergül, B, vergül, C yazıram. Birbaşa yazıram. Boşluqları sildi də. Boşluq var burada. Yox da 1, 2, 3-dür də elementlər. Boşluqları götürmədi ki. Bax, mən burada yazıram uşaqlar. Input. Birbaşa yazıram. Başa salacağım sizə. Split. Burada yazıram şərh kimi sətri daxil et. Nəticəni görün deyə. Daxil et. Bax, enter vururam, sətri daxil etdir. Boşluqla sətri ayırıram. 1, boşluq 2, boşluq 3. İndi bax, A-ya baxın, 1 sətrin aldı. B-yə 2, C-də 3 sətrin aldı. Yəni, mən orada yazmışam A0, A1 məsələn A0 elementini gedib götürsün. Sətr tipində olur bunlar. Aydın oldu sənə? Hə? Zəhra, boşluqla daxil etdiyim gözləyin, misalın üstündə izah edeyim. Tam aydın olsun sizə. Deməli,
Dərsdən sonra o yaza bilmədiyiniz misalları gedib təkrar baxarsınız. Yaxşı bir şey ki yazmısınızsa, təkrar bir də baxın. Int input split. Deyir ki, int inputla, yəni daxil edilmiş sətri split elə. Bunun nəticəsi nə oldu? Sətr tipində 1, sətr tipində 2, sətr tipində 3 bir siyahıya yığıldı. A1 A0-a bərabər oldu. Getdi bir sətrini götürdü. Bir sətri. A2 A1-ə bərabər oldu. A1 də 2-dir. 2 sətrini götürdü. A3 də A2-yə bərabərdir, amma int tipində. Bu deməli 3 ədədinə bərabər oldu. Aydındır? Hə? Gəldik. A1 ilə A2-ni cəmlədik. 2 dənə sətirdir. Toplayıram, nə olur? Yapışır. 12 alınır. Yəni 1 sətri ilə 2 sətrini topladım. Elədi 12. Böyüdümü? 3-ün kvadratı 9-dan. Hə, ödəndi. A1 nəyə bərabər oldu? A1 vurulsun 2. A1 nə idi? 1 sətri idi. Vurdum 2-yə nə oldu? 11 oldu. Sətri ədədə vurdum. Sonra gəldim int A1. Int A1 nədir? Int A1 11-dir. 11 böyüdümü A3-ün kubundan 27-dən? Yox, bu da icra olunmayacaq. Deməli A2 dəyişmədi. A2 nədir? 2-dir. A2 2-dirsə 2 kiçikdirmi? A3-dən, 3-dən, hə, ödəndi. A3 bərabər oldu nəyə? A3 vurulsun 2, A3 3 idi, 2-yə vurdum, oldu 6. Deməli 11, A2 dəyişmədi, 2, A3 də oldu 6. Aydındır? Tam başa düşdü hamı uşaqlar? Hə? Kimə aydın olmadısa soruşsun. A3 çünki A3-ün öz qiyməti nə idi? Int A2 idi, 3 ədədi idi, int tipində olduğu üçün. 3 ədədi idi də, hə? 3-ü 2-yə vurdum da, ona görə 6 oldu. Ədəd tipində. Tam aydındır uşaqlar. Kiməsə qaranlıq qalan bir yer yoxdur ki. Bax, bu if-lə bağlı olan misallar. Tam başa düşün ki, proqram qurmaq sizə asan da olsun. Necə ki, alqoritm qururduq, indi proqram da qurmalıyıq da biz onları. Çünki 2 dənə açıq sual proqramdan düşür. Ona görə metodların mahiyyətini tam başa düşün, dərk edin. Tiplərə fikir verin. Müqayisəni düzgün aparın. Və alqoritmdə olduğu kimi addım-addım ardıcıl icra edin. Yuxarıdan aşağıya doğru. Belə uşaqlar, bugünlük bu qədər. Də yazmısınız deyə, vaxta da var. Onun üçün mən dimdən də testi verəcəm. Dim topludan. Amma burada test biraz çoxdur. İlk 60-ını verərəm. Niyə? Bir həftəyə 5-10 dənə test yazasan. Yox da, nə sən deyən olsun, nə mən deyən 50-yə qədər verirəm. 50 dənə test yazın. Yox, 50 bəsdir. 50-yə qədər. Yaxşı, batarım. Bax, keçdiklərimiz də hamısı proqramlaşdırma birinci hissə, şərt operatorları, verilənlər daxili ilk 50-sini. Yaxşı, gəlin dərsə hazırlayın. Farqlara. Yaxşı uşaqlar. Oldu. Sağ olun, özünüzə qayıtın. Gəlin dərs görüşərik. Sağ olun.